Daxili qoşunlar bilavasitə Cənab Prezidentin tabeliçiliğine keçirilməsi bu ölkədə aparılan struktur islahatlarının tərkib hissəsidir. Burada hər hansı bir başqa məna axtarmağa fikrimcə dəyməz. Çünki burada yenə deyirəm, effektiv menecmentdən söhbət gedir və dövlətin maraqlarının və təhlükəsizliyinin tam təminatından söhbət gedir. Daxili qoşunlar öz-özlüyündə silahlı qüvvələrin inikası yox, əvəzi yox, artığı yox, əlavəsi yox. Sadəcə olaraq bu daxili qoşunlar milli qvardiya funksiyasını yerinə yetirir. Məsələn, Sovet dövründə daxili qoşunlar Daxili İşlər Nazirliyinin tərkibində idi və əsasən də azadlıqdan məhrum etmə, cəza çəkmə müəssisələrinə nəzarət funksionallığını yerinə yetirirdilər. Amma Azərbaycanda bilirsiniz, pensioner xidmət var və pensioner xidmət yurttaşları var. Məhkəmə icraçılığı institutu var və digərləri var. Yəni burada artıq formalite olaraq, institusional olaraq daxili qoşunların nə edəcəyi, niyə etdiyi sual doğururdu. Daxili qoşunlar Daxili İşlər Nazirliyinin tərkibindədirsə, Daxili İşlər Nazirliyinin üzərinə düşən yük həddindən artıqdır. Daxili İşlər Nazirliyi həm asayişin qorunması, həm hüquq mühafizə orqanlarının effektiv işinin təminatı, həm mütəşəkkil cinayətkarlıqla mübarizə, həm korrupsiyaya qarşı mübarizə. Yəni bunlar hamısı Daxili İşlər Nazirliyi, həm də ictimai asayişin təhlükəsizliyi. Mühafizə məsələləri, bəli. Bunların içində də daxili qoşunların orduda olması təbii ki çox ağır bir vəziyyət yaratmışdı. Təbii ki bu nə daxili qoşunların, Daxili İşlər Naziri bu barədə heç nə demirdilər, işlərini görürdülər. Amma belə olmaz. Və istənilən halda düşünürəm ki biz qərb texnoloji idarə etmə institutunalığını seçmişik. Orada isə Fransada da, Almaniyada da, məsələn Fransada daxili qoşunlar Daxili İşlər Nazirliyinin qismən tabeliçiliyindədir, jandarmeriya olaraq. Türkiyənin özündə jandarmeriya rəhbərliyi daxili qoşunlara qismən tabidir, tam tabi deyil. Jandarm ayrıdır, özünüz bilirsiniz Türkiyədə polis ayrıdır. Bəli. Və bir çox hallarda jandarm ilkin təhqiqat, ibtidai istintaq, dindirmə əməliyyatları aparmaq hüquqlarına malikdir. Ona görə daxili qoşunların hətta bu səlahiyyətin azalması deyil, səlahiyyətinin artması deməkdir. Və bu yaxşıdır. Təhlükəsizlik təminatı üçün mövcud qurumları bir-birinə paralel strukturlar yaratmaq əvəzinə onları əlahiddə edərək strukturların sayını azaltmaq lazımdır. Ona görə mən ancaq təqdir edirəm belə bir